Sanitar qovşaq hamam otağının gözəlliyinə bir baxın. Sanki hansısa bir dəbdəbəli oteldə ya hansısa dəbdəbəli bir bahalı bir bağ evindəsiz. Vaxtınız xeyir olsun. Bir dənə xol hissəni göstər ilk öncə. Tavanı çək göstər. Güzgülüyü göstər difarda. 3 otaq, yeni təmir, yaşayış olmayıb. Mənzilimiz yerləşir Yeni Yasamallı Qismətkarlı sarayının yanında 17 mərtəbəli binanın 7-ci mərtəbəsində. Kupçalı ipotekaya yararlı. Bura mənzilimizin xol hissəsidir. Sanitar qovşağı hamam otağını gördük. Burada belə diferensial qardırop düzəldilib. Bura mənzilimizin qonaq otağıdır. Mənzilimiz yeni təmirlidir, yaşayış olmayıb. Difarlar emulsiya boyadır. Xol hissə keramogranit isti poldur. Uşaq yataq otağı. Qarşısında eyvanı var. Əsas valideyn yataq otağı. Orada da belə bir diferensial qardırop var. Və keçək mətbəx hissəyə. Bura isə mənzilimizin mətbəx hissəsidir. Gördüyünüz kimi vitraj pəncərə, qarşısı tam açıq, eyvanı da qarşısındadır. Mənzilimiz yerləşir Yeni Yasamallı Qismətkarlı sarayının yanında. 90 kvadrat metr sahəsi var. Kupçalıdır, ipotekaya yararlıdır. 2 otaqdan 3 otağa düzəlməsinə baxmayaraq, bütün otaqların pəncərəsi və qapısı ayrıcadır. Zaten indi videoda da görəcəksiniz. Mənzilimizin start qiyməti 235 min manatdır. Bu mənzilin ikinci bir tay bərabəri yoxdur Yeni Yasamallı hal-hazırda. Əlaqə saxlayın səhifədəki nömrə ilə istənilən vaxtda mənzilə baxmaq olur. Bir saat qabaqcadan xəbər eləməyiniz yetərlidir.